Aydın, məsələn, üzüm əsl halaldır. Və üzüm satmaq əsli halaldır. Amma, bu ticarətdə olandır. Amma üzümü satanda bilsən ki, bundan şərab əldə edəcəklər, bu halda satmaq nədir? İcazəli deyil, haramdır. Buna deyirlər, öz-özündə haram deyil, başqa şey səbəbindən. Aydındır. O da günahda köməkləşməkdir. Məsələn, bıçaq satmaq icazəlidir. Amma bilsən ki, adam bıçağı satırsan, gedib onu öldürəcək, dəqiq bilirsən. Onda onu satmaq nədir? Qadağandır. Çünki nəyə köməkliymiş olacaqsan? Günah eləməyə köməkliymiş olacaqsan. Allah Subhanahu Maidə surəsində buyurur ki, وَلَا تَعَوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ Günahda və düşmənçilikdə bir-birinizə köməkləşməyin. Köməkləmə. Kim olur olsun. Atadır, qardaşdır, qohumdur. Geç siqreta alma. Arağa alma. Günahda kömək eləmək olmaz. Aydındır, qadındır. Xüsusən bu yayıldığı məsələ. Dırnaq qoydurub qoyma. Xüsusən qadınlar məsələsi. Saçını bəzətdirib çöldə gəzəcək, bəzəmə. Çünki sən onu bəzəyəcəksin, çıxıb çöldə saçını zamanda göstərince günah qazanır. Sən də günaha niyə olmuş olacaqsan? Köməkləşmiş şərik olmuş olacaqsan. Əslən, saç bəzəmək icazəlidir, əsl olaraq. Amma bilirsən ki, bunu bəzəməklə o günah edəcək, Allah'a qarşı gələcək, onda isə bir şey icazəlidir və bu, bütün məsələlər buna qiyasıdır. Hər hansısa bir məsələdə bilirsən ki, filan kesin günahına səbəb olacaqsan, sən ona yardım eləmə. Neyləmə? Yardım eləmə. Ona görə şeyh buyurur ki, rəhməhullah, yəni iki növdür yəni. İki növ. Bir var öz-özündə olanlar, bir de var başka şey səbəbində olanlar. Və dəlil alə ənəl əql bi qədər mə yəqiyül bəddə vacib. Bu niyə? Burada bu ayəyə dəlalət edir ki, bünyəni, yəni insan bədənini ayaqda tutacaq qədər, yəni əgər yeməsən zərər olacaq. Yemək vacibdir. Kulu, burada əmr formasında əslində. Kulu, yiyin. Amma yemək nə vaxt vacib olur? O zaman ki, bədən məhvə gedəcəksən. Zəifləyəcək, məhvə gedəcəksən. Burada görsən nə deyir ki, وَفِيهِ دَلِيلُ عَلَى أَنَّ الْأَكْلَ بِقَدْرِ مَا يُقِيمِ الْبُنْيَ vacib. Bünyənin, yəni insan bədəninin ayaqda durduğu miqdarda yemək vacibdir. وَيَأْتَمُ تَعْرِكُهُ بِظَاهِرِ الْأَمْرِ Bu ayəyə görə tərk eləyən günahkar sayılır. Görüşün məhv olacaq, tərk eləyən günahdır. وَلَمَّا أَمْرًا بِاتِّبَاعِ مَا أَمَرَهُ اللّٰهِ بِهِ وَإِذَا هُوَ أَعِنُ صَلَاحِهِمْ وَنَهَوْ عَنْ اتِّبَاعِ Yəni Allah bundan əvvəlki ayənin əvvəlində qullara əmr elədi ki, onların xeyri olan şeyi, halal və təmiz şeylərdən yesinlər. Sonra isə qadağan elədi nəyi? Şeytanın yoluna tabi olmağı. Sonra isə qadağan olmağı onlara şeytanın yoluna tabi olmağı. Yəni nə ki onlara xeyir dolar əmr elədi ayənin əvvəlində, sonra isə qadağan elədi şeytanın yoluna tabi olmağı. Ey turuqahu ləti yəmuru bihə. Bu şeytanın əmrli bütün yollardır. Nedir? Nədir o yollar? Cəmi'il məasi. Bütün günahlar. Min kufrin vel fusuqin. Fərqi yoxdur. İstər küfr olsun, istər fasiklik olsun, istər zulm olsun. Yədxul fi dəlikə təhrimi səvaib vəlhəm və nəhvi dəlikə yədxul fi əydən tənəvvül məkulət muharrama. Yəni bu, şəriətdə qadağan olunan bütün günahlara aiddir. Bütün günahlar nədir? Aiddir. Hansı ki, istər yemək olsun, istər içmək olsun və s. Sonra Allah s.ə.v. buyurur ki, İnnəhu ləkum aduvvun mubin. O sizin nəyinizdir? Açıq aydın düşməninizdir. Ey zahiril ədavva. Yəni onun ədavəti zahirdir, açıq aydındır. Fələ yuridu bi əmrihim illə qaşyahum və ən təkunu min əshabis sə'ir. Yəni o, bununla sizdən nə eləmək istəyir? Sizə nəyisə əmr eləməklə. Allah'tan sizi uzaqlaşdırmalı və siz cəhənnəm əhlinə olasınız. Nəylə olasınız? Cəhənnəm əhlinə olasınız. Şeytan və şeytan bütün əskərlər, ona köməkçilər istəyirlər ki, səni Allah yolundan azırsınlar. Kafirlər də bilədir. İstəyirlər sən neynəsinlər? Allah yolundan azırsınlar və cəhənnəm əhlinə olasan. Fələm yəktəfi Rabbuna binəhyin an ittibal xutuvati həttə əxbərmə huvə əstəqulu qailin bi ədavətin də'iyyətin ləzər min. Deyir Allah subhanət hala kifayətlənmədi bizə ki, deməklə ki, onun yoluna, şeytanın yoluna tabi olmayın. Sonra onun barədə xəbər verir ki, hətta o sizin açıq an düşməniniz. Qoy insanlar xəbərdar olsunlar ki, gör kimi yola tabi olacaqlar, əgər tabi olsalar. Aydındır, xəbər verdi bizə. ثم لم يأتي بذلك حتى أخبرنا بتفضيل ما أمر الله به أنها أقبل الأشياء وأعظم مفسدة. Sonra isə bundan sonraki ayədə bununla da kifayətlənməz. Bax, əmr elədi ki, halal və təmiz şeylərdən yiyin. Sonra dedi ki, şeytan yolu tabi olmayın. Bundan kifayətlənmədi. Dedi ki, şeytan sizin açıq aymış bəndiniz. Sonra da təzədən şeytan sizə nələri əmr elədiyini deyir.